Ay hoş gelmişsin. Hemşe sen gelesen ay baba. Necesin ay kişi? Bəs bığın hani? Ay Cəfər. Bığım yoktu da. Yaxşı. Bığın yoxdur. Atın necə var? Atım da yoktu Aziz baba. Atsız işin çok çetin olacak. Arvat dediğin ki var, Bəli. ağır yüktür. Piyade adamın ona gücü çatmaz. Ay Aziz baba. Piyada niye olur emi? O de gül gibi maşınım var. Maşının var ha? Ha. Sənin maşının kimin nəyinə lazım? Kişi ağzında gül kimi söz danışır. Qızıl xırdalayır. Doğrudan da yoldaşlar, qocalıq müdriklidir. Görün Əziz baba necə gözəl təklif edir. Elimizin gözəl adət ənənələrini yaşatmaq bizim hamımızın borcudur. Gəlini at belində getiririk. Bəri gel görüm. Aha. Sən belə elə, bir yaxşı at təşkil elə. Vallahi atı təşkilləmək asandır. Qorxuram heyvandır, ağlı yox, zadı yox. Maşını öyrəşmiş uşaqdır. Birdən iki ata minməyib deyirəm, birdən qanqaraçılıq olar. Əziz babanın canı sağ olsun. Gəlini mindiririk Əziz babanın tərkinə. Gözəllik, müdriklik. Əziz babanın da at sürməyinə söz ola bilməz də, yox? Vallahi nə deyim, görməmişəm. Bura bax, gəlini bəyəm dünyanın o başından getiririk. Qonşu kənddə 5 addımlıq yoldur. Hədə, Bir də bura bax, bu maşınlar gözümə çox dəyir. Mərdim azarı axtarmaqla deyil. Ha. Bura bax, Ha. Sənə nə deyirəm onu? Qayda belə də ağlayırsan, yoxsa toy ürəyinci deyil. Bir sözdə daha bala. Eğer toy ürəyinci deyil, səni qaçırım. Doğrudan kaçırabilirsin baba. Lap canını da alaram. Onda baba, kaçır, kurban olun kaçır. Getdi!